Salam uşaqlar, Əlağa Kürçaylı'nın Qaranquş şeirinin mövzu və forma təhlilinə baxacağıq. Siz də videonun sonuna qədər izləyin ki, izahdan yararlana biləsiniz. Qaranquş şeiri bilirik ki, təbiət mövzusunda yazılıbdır. Eyni zamanda mövzusunda ana məhəbbətinə də yer verilmişdir. Ana məhəbbətinə də yer verilmişdir. Sanki burada müəllif pəncərədən baxır və bir güclü yağan yağışı seyr edir. İnsanın sanki oxuduqca gözlərinin qarşısında bu mənzərə canlanır və heç kəs yoxdur küçədə, həyətdə heç kəs yoxdur. Hər kəs bir tərəfə qaçıb gedib, sanki yağışdan daldalanıbdır. Amma bir quş, qaranquş çox sürətlə uçaraq balalarına yem aparır və müəllif də sanki bundan təsirlənib bu şeiri ərsəyə gətiribdir. Deməli, ideyasına nə deyə bilərik? İdeyasına deyə bilərik ki, ana övladı üçün bütün çətinliklərə sinə gəlir. Burada qaranquş, yəni sanki bir ananın simvoludur. Eyni zamanda ana sevgisi müqəddəsdir. Ana balası üçün canını oda yaxar. Ana balası üçün qara günə dözər və s. kimi ideyalar deyə bilərik. İdeyaları, yəni bu atalar sözləri ilə səsləşə bilər. İndi gəlin bənd-bənd baxaq şeirin təhlilinə. Deməli, birinci bənddə nə deyir? Görürəm yaz yağışı, yağır hiddətlə yenə. İldırımlar şaxıyır göydə dəhşətlə yenə. Deməli, şair pəncərədən baxır ki, yaz yağışıdır. Yəni, yaz vaxtı yağan o yağış nəzərdə tutulur ki, hiddətlə yağır. İldırımlar da dəhşətlə göydə çaxır, yəni şaqqıldayır. Burada deməli, hiddətlə yağmağı, yağışın hiddətlə yağmağı burada bir metafor işlənibdir. Daha sonra keçək indi digərinə. Söykənib pəncərəyə. Burada şaxıyır nə deməkdir? Yəni, güclü səs çıxardır. Hiddətlə yağmaq da, yəni, belə deyək də, şiddətli yağır. Burada hiddətlə deyəndə, yəni şiddətli nəzərdə tutulub. Söykənib pəncərəyə, baxıram hər yana mən. Yenə yollar kəsilib, nə gələn var, nə gedən. Deməli, müəllif yaz yağışını necə izləyir? Pəncərəyə söykənərək izləyir. Baxır ki, deməli, yollar kəsilib. Yəni, kəsilib nə deməkdir burada? Yəni, gediş-gəliş yoxdur da. Yəni, yollarda gediş-gəliş yoxdur. Nə gələn var, nə də ki, gedən var. Daha sonra göydə kərvan, yəni gediş-gəliş yoxdur. Küçələr sakitçilikdir bir növ. Göydə kərvan çəkərək sıx buludlar dolanır. Hərə bir yer taparaq sığınıb daldalanır. Deməli, sıx buludlar burada, yəni bir-birinə yaxın olan buludlar. Göydə kərvan çəkir, yəni ardıcıl gedir buludlar, dəstə-dəstə gedir. Hərə bir yer taparaq sığınıb daldalanır. Hərə də, yəni bu yağış yağan vaxtı hərə bir yer tapır və orada sığınıb daldalanır. Yəni bir növ yağışdan gizlənir. Daha sonra deyir ki, belə leysanda fəqət bir qaranquş görürəm. Yağış altında onu qanad açmış görürəm. Deməli, burada belə bir Neysanda, yəni bu yaz yağışı var ki, Neysan, yazın əvvəldə yağan yağış. Belə bir yağışda deyir, mən bir qaranquş görürəm, yağış altında onu görür ki, müəllif, yağış altındadır qaranquş və uçur. Burada bir təzad var əslində. Belə bir Neysanda, əslində qaranquş çöldə olmamalıydı, amma çöldədir. Ona görə burada bir təzad götürə bilərik. Bədənindən su damır, islanıbdır o tamam, düzü heyran kəsilir, ona baxdıqca adam. Deməli, qaranquş bütün sudur, bədənindən su damcıları axır, damlayır. Bütün bədəni isə islanıbdır. İnsan deyir, ona baxdıqca heyran kəsilir, yəni ona valeh olur. Yəni, valeh olur qaranquşa baxdıqca. Daha sonra nə əsən güclü külək, nə yağan güclü yağış. O zərif quşcuğazı bir an saxlamamış. Nə deyir güclü külək, nə güclü yağış, o zərif quşcuğazı bircə anda saxlamamışdı. Deməli, əslində deyir ki, heç bir deyir təbiət hadisəsi qaranquşa təsir eləməyib də. Yəni, burada da görürük ki, ana məhəbbəti necə güclüdür ki, yəni heç bir çətinlik ona sinə gələ bilmir. Elə lap bu saat gəlsə qış yağsa da qar, o dayanmaz yenə də daha sürətlə
uçar. Lap deyir bu dəqiqə qar yağsa da, qış gəlsə də, yenə deyir qaranquş dayanmayacaq. Yəni ən çətin şəraitdə belə, çətin şəraitdə belə balaların ardınca gedəcək, onlara yem aparacaq. Alaraq dimdiyinə quşcuğaz yem aparır. Bax, bunun üçün havanı ildırım tək oyanır. Artıq burada səbəbi biz öyrənirik. Nəyə görə deməli qaranquş bu cürə sürətlə uçurmuş yağışın altında? Çünki dimdiyində balalarına yem aparır. Bax, bunun üçün deyir havanı ildırım tək, burada bir təşbih işlənib, ildırım kimi deyir, ona görə havanı yarır. İndi yəqin yolunu gözləyir ağ balalar, dözməyir qəlbi onun, körpələr ac qalalar. Onun deyir ağ balaları yəqin ki, qaranquşun yolunu gözləyirlər. Qaranquşun da deyir qəlbi dözmür ki, körpələri birdən ac qalar. Körpə deyəndə burada balaca qaranquş balaları nəzərdə tutulur. Burada qaranquşunun qəlbinin dözməyi, deməli, burada qaranquşun qəlbinin dözməyi, burada bir metafor işlənibdir. Daha sonra keçək digərinə. Baxıram yaz yağışı, yağır hiddətlə yenə, yəni yenə də şiddətlə, elə burada görürəm idi, burada isə baxıramdır. O qaranquş uçur, göydə sürətlə yenə, müəllif burada sonda da qeyd edibdir, yenə də qaranquşun hiddətlə daha doğrusu qaranquşun sürətlə uçmağını. Sonra başqa burada bədii təsvir vasitələrindən, məsələn, təzadlarda təzad gördük, inversiya var. Yəni, misralarda inversiyada işlənibdir. Daha sonra, bəs yaxşı, şeir neçə hecadan ibarətdir? Ümumiyyətlə, gəlin baxaq. Baxırıq ki, şeir 7 hecadan ibarətdir. 7 hecadan ibarətdir. Bəs bölgüsü necə olar? Görürəm. Neçə oldu? Görürəm. 3. Yaz yağışı 4. Yağır hiddətlə yenə. Yağır 2. Hiddətlə yenə 5. İldırımlar şaxıyır. İldırımlar neçədir? Deməli 4. Şaxıyır 3. Göydə dəhşətlə yenə. Burada yenə də 2, daha doğrusu 2, 5 şəklində olacaq. 2, 5 şəklində olacaq. Bu şəkildə. Burada isə deməli, ən axırda isə burada isə 2, 5 idi. 2, 5 idi. Biraz qarışıq yazdım. Yəni, digərlərində də elə olar. Baxın, söykənib 3. Baxıram, söykənib pəncərəyə, bu hissəsi 3-dür, 4-dür. Baxıram 3. Hər yana mən. Burada isə deməli neçədir? 4-dür. Yenə yollar kəsilib, yenə də burada 2-dir. Yollar kəsilib isə deməli 5-dir. Bu şəkildə gedir. Daha sonra qafiyə quruluşuna baxaq. Qafiyə quruluşu yağışı, A, yenə, B, şaxıyır, C, yenə, B. Biraz çarpaz qafiyalanacaq. A, B, C, belə digər bəndlərində də bu şəkildə gedəcəkdir.